Salam ata, necəsən? Sənə yaxşı xəbərim var. Mən sinifin əlaçılarına yazılmışam. Atam o qədər orada qalmışdı ki, artıq çox narahat idim. Artıq dayana bilməyib atam hədiyyələr hazırladım. Axırda gördüm, eşitdim atam gəlir. Bu xəbərə çox şad oldum. 10 ildən çoxdur dənizçiyəm. Noyabrın 7-sində olan bir hadisə idi bu. Düz hardasa 4 aydan çox qaldıq orada. Yəni belə heç bir problemimiz yox idi, sağlığımız yerində. Yemək, içmək. Qərib ölkədir, biz tanımadığımız yad bir yerdir. Sağ-salamat çıxdıq, qayıtdıq, şükür Allaha. Bayram günü böyük bir sevincdir, sağ olsun dövlətimiz. Həll elədi, qayıtdıq evimizə. Bəli, hər kəs sağ-salamat, qaydasında, hər kəsin sağlığı yerində. Şükür Allaha. Ərada saxlayan bir evladımız da narahat idi, darıxırdı. Bütün atalar bilir ki, nətər hisslər keçirirdi insan. Dövlətimizə təşəkkür ediyoruz. Sağ olsunlar, həll elədilər. Sağlamlıqlar yerində hər şey yaxşıdır. Bayram günlərində şükür Allaha ki, yanımızdadır. Qeyd edək ki, Pəhləvan gəmisi sentyabrın 19-da Bakıdan Fars körfəzinə yola düşüb. Gəmi noyabrın 7-sində Eritreya sahillərində saxlanılıb. Gəmidə olan Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində aparılan uzun müddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəmizə gətirilib. Gəmi heyətinin Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə vətəndaşlarımıza konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədi ilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.